qaralara tətbiq olunur. Deməli, qaralar oynayır F4. F4 gedişi təzə başlayan şahmatçıları biraz çaşdıra bilər. Çünki Y4 standart gedişimizi eləyən birik. Yəni, burada məcbur oluruq ki, D5 oynayaq. Amma burada tələ elə Y4 gedişində var. Y4 gedişində ağlar görür ki, Y5-dəki piyada nə qoruması var, nə bir şeyi. Ona görə də Y5-dəki piyadanı ağlar götürür. Götürdükdən sonra biz deməli daha doğrusu vəzir H4 şah veririk. Burada da ağların yeganə gedişi qalır J3. Piyada J3 oynayıb şahın qabağını kəsməkdir. Deməli, biz də burada oynayırıq. Fil E7 gedişindən sonra ağlar vəziri götürdükdən sonra görürlər ki, yəni vəziri götürürlər. Düşünürlər ki, qalib gələcəklər, amma burada biz bir gedişdik, belə gözəl bir mat qoyuruq.